Stresi necə idarə etmək olar? Stres zamanı mən tövsiyə edərdim ki, nəfəs texnikasından istifadə edək və prioritetləri düzgün qoymağı bacaraq. Biz həmin zaman işlərimizi kiçik hissələrə bölsək, onları mərhələli həll etsək və düzgün fokuslansaq, bu bizim üçün daha effektiv olacaq. İş yoldaşları arasında konflikt olarsa, onu necə idarə etmək lazımdır? İş yoldaşları arasında konflikt olarkən mən tövsiyə edərdim ki, biz emosiyalara deyil, faktlara əsaslanaraq həll yolunu tapmağa çalışaq. İlk öncə biz hər iki tərəfi dinləməyə çalışırıq, ortaq nöqtəni tapırıq və hər yolu istiqamətində dialoq qurmağa çalışmaq lazımdır. Namizədə iş təcrübəsi ilə bağlı ən vacib sual nədir? Namizədə ən vacib sual onun əvvəlki iş yerindəki nəticələridir. Biz bu sual vericiləri nəzərdə tuturuq, ağlımızda onun əvvəlki iş yerində olan tək uğurudur, hansısa layihədə iştirakını nəzərdə tuturuq və komanda işi nəzərdə tutulur.